Bir neçə gün əvvəl mediada xəbər yayılmışdı ki, bəs Walmartlar bağlanır. Hətta konkret olaraq ünvan da göstərilmişdi. Walmartın Səməd Vurğun filialının bağlandığı deyilirdi. Onda dostlar mənim özümə də yazıb soruşurdular ki, bəs nə söhbətdir, düzdürmü, səhvdirmi? O vaxtda demişdim, indi də deyirəm, icarədarla bağlı problem yaranmışdı. Ona görə bu söhbətlər ortaya çıxmışdı. Hazırda mən faktiki olaraq həmin ünvandayam. Tam ştatda çalışırlar, tam rejimdə, gücləndirilmiş iş rejimində alış-veriş gedir. Hətta indi özüm də içəri keçəcəm. Walmartı ümumiyyətlə çox bəyəndirəm. Yasamalda da bir dənə filialı var onların. Tez-tez gedirəm. Fikir verin, kassalar normal işləyir, içəridə müştərilər var. Yəni Walmart ayaqdadır. Hətta burada Novas.com da var imiş. Heç bilmirdim. Bura nə boyda da. Buranın ucu-bucağı görünmür ya, Allah hamd olsun. Bu filial işləyir də, düzdürmü? Yəni bağlanmayıb da. Siz da görürsünüz. İşləyir də. Deyirəm də işləyir. Nə inanmırsınız? Deyib ona buna inanırsınız. Bir sözlə Walmartın Səməd Vurğun filialında vəziyyət bu oldu.